tarixi bir nöqtəyə istəyirəm işarə edeyim. Həzrət Peyğəmbər Salavatullahın oğlu İbrahim dünyasını dəyişəndə Həzrət Peyğəmbər Salavatullah qəmlənir, ağlayır. Bundan sonra deyirlər ki, ay tutulması və yaxud da gün tutulması, belə bir hadisə baş verir və cahil ərəblər bilirsiniz də, hər kiçik bir hadisə baş verəndə onu nəyəsə bağlayırdılar. Ərəblər deyirlər ki, bəs Həzrət Peyğəmbər Salavatullahın övladının dünyasının dəyişməsinə görədir bu hadisənin baş verməyi. Həzrət Peyğəmbər Salavatullah bunu eşidir, müsəlmanları yığır və deyir ki, bilin və agah olun. Bu göy hadisələrinin baş verməsi Allahın bir nişanəsidir, bunlar olur. Bir hadisə də olur. Kiminsə ölüb və yaxud da kiminsə dünyaya gəlməsi ilə bu şeylərin heç bir əlaqəsi yoxdur. Biz ola bilər ki, mümkündür deyək ki, axı bu hadisəni biz bu cür nə qələmə versəydik, mümkün edir ki, İslam üçün faydalı oluyordu. Bəzilər baxıb deyəcəkdilər ki, görün Peyğəmbərin hörmətinə bax, övladı dünyasını dəyişib və Allah bu cür nə bir hadisə ortaya çıxartdı. Onun oğlunun dünyasını dəyişməyinə görə ay tutulması. Bəs gedək hamımız Peyğəmbərə iman gətirək. Həzrət Peyğəmbər Salavatullah istəmir xurafatla din qabağa geçsin. Qarşısını alır bu şeyləri. Bəli, çox gözəl.